Səhər gözümü rayonda açmışam. Qızlar, axşamdan gəldim rayona. Səhər tezdən durduq, neynədik, hazırlaşdıq, getdik dənizə. Səhər tezdən dənizə getmək daha maraqlı olur, amma bu dəfə dəniz qırağı çox küləkli idi deyə heç xoşumuza gəlmədi. Əksinə daha da çox yorulduq. Hətta peşman olduq gəlməyimizə ki, kaş belə gəlməzdik, hava daha yaxşı olanda gələrdik. Nəysə gəldik, biraz yemək falan, inanın ki, ürəyimiz olmadı da heç nə. Yəni hər dəfə bundan daha qəşəng olur. Biz hər il belə səhər tezdən gəlirik. Nəysə qəşəng hazır yedi, içdi, nə bilim Mələk ki suya falan girdi. Mələklə Ramin burada oynayır. O qədər gülmüşük bunların oynamaqlarına. Mələk Ramin deyə kimi oynaya bilmir. Nəysə gəlirik evə gələndən sonra mənim ürəyim piraşka istəyirdi və birləşirik. Ramin, papa, mən və Mələk piraşka bişiririk. Mama evdə yox idi. Mama gedəsi yer var idi, getmişdi. Ona görə biz hazırlaşıb bişiririk. Sağ olsun doğrudan da el gücü ilə 1 saatın içərisində Ramin də papa da mənə kömək elədi. Ümumiyyətlə kişilər kömək edən daha tez qurtarmaq olur. Çünki onlar doğrudan da gücləri daha çoxdur da bizdən. Nəysə ki, mən xəmuru falan yoğururam, hazırlayıram, içini düzəldirəm. Bişirməyi papana Ramin bişirir, nə bilim, souslar düzəltdirdim. Bax, burada göstərirəm. Qəşəng tomatlı və bir də qatıqla mayonezdən sos düzəltdirirəm onlara. Bir dadlı olur, oynan çox ləzzət elədi. Oradan piraşki bizə dünənləri ayrı bir ləzzət elədi. Bu arada mənim də əlimin duzu var deyə qəşəng bişirirəm. Səliqəli qəşəng xəmuru yoğururam və piraşki üçün ayrıca başqa cür eləyirik biz. İçliyini falan qoyuram. Görürsüz qızlar, nə gözəl piraşkilərimiz düşüb. Super dadı var idi. Doğrudan ləzzət elədi də, yəni piraşki bizə. Qəşəng xəmiri də qəşəng düşmüşdü. İçliyini qəşəng eləmişdim. Mən prosta tənbəlliyimdən ət qatmamışdım. Ət də qata bilərsiniz. Evdə ailəmlə hazırlanan yeməklərin dadını ən bahalı restoranda belə ala bilmirəm. Burada buranın verdiyi xoşbəxtliyi, huzuru heç nə vermir. Düzündə nə dəhşət isti idi, yalan deməyəcəm, amma buna baxmayaraq hər şey super idi, xoş idi və qeyd edeyim ki, bir neçə gün rayondayam. Hər gün belə maraqlı videolar hazırlayacağam sizin üçün. Ona görə də məni takip etməyi unutmayın, görək sonra nələr olur.